Ay Allah aşkına gedib Rəhmanın qucağına hoppanıb video çəkən qızsan da, yəni sən nəsən başa düşsən denən. O Rəhmandaşı petuxdur, zəhlim geyir o gedədən. Valla Allah haqqı. Qız pefidir o. Nifrət edir. Ay bana nifrət edirəm ona. Bir dəfə mənlə dəfələrlə oynayırdı onu. Mən onun gözünün içindən bilirəm. Nifrət edirəm o zəhləm gedir onu görəndə. Ama bir şey diyeceğim, bu çok büyük bir iddiamdı ya. Ay, nə iddiamdı qız. Əzbər bilirəm. Bilmirəm mən. Bax, bu ışığa çor baxımçı elədi. Asıl sevgilisi var axı. Qız. Sən Allah. Sevgilisi var. Vallahi mən ilk dəfə düşdürəm. Qız Quranan da olsun. Qız yaxşı səndə dayı. Vallahi ilk dəfə Allah. Sən istəyilənmirsən ay Velzar elə şeyləri. Ne? Aslında hiss eləmədim. Qız elə gülcüdür. Bax elə bax gözdən gülür. Az yaxşı. Ay bacı, kim nədirsə mənə nə özəl həyatına. Aslında prosta elə kişi danışanda məncə gic oluram o elə adamlara. Allaha Sən çox fənasın. Ay yox, fena deyiləm. Prosta ki elədir. O bir-iki dəfə də o hələ bura məşhurlaşmamış, o parfüm yerini açmamışdan qabaq mənlə pek eləyib danışmışam. Neçə pek oynamışam onunla o bir sevdə. Görmüşəm də, siz eləmişəm. Rəhman dediğin sabili olan parfümdür mü? Qız hədə yalandan da bir də kiralıq sevgili tapıb ətirlər satılsın deyə yalandan aşk rolu oynayırlar. Və səncə burada gizli kimlər var? Sən bax çox... Burada gizli şeylər həcə. Bax sən bu çox net insandır da. Mən eləyəm, mən o bilirəm. Məsələn, gizlin əslində çoxsu bilsən necə, burada o qədər saxtalıq var, o qədər rol oynanır deyə mövzu olsun, mövzu lazımdır deyə TikToka. Əslində burada heç nə bilmir, retki kişiliklər var. Çünki hər an hər kişilik dəyişilə bilər. Doğan Aslan, bax sənə bir şey deyim Turaç, o qədər gizlilər var ki, mən